Fələstin, Qəzza, Beyt Lahya bölgəsi. Göndərdikləri çadırlara və yardımlara görə Əl-Baraka fonduna, xüsusilə də Həbib Yəhyayev qardaşımıza öz təşəkkürümüzü bildiririk. Allah sizdən razı olsun. Həm sizə, həm də ailənizə Allah xeyir versin və sizi ən gözəl şəkildə mükafatlandırsın. Aleyküm ve rahmetullah ve berekatuhu. Allahın lütfu ilə bugün 26 yanvar 2026-cı il tarixində Qəzza zolağının şimalında didərgin düşmüş ailələr üçün 6 ədəd çadırın quraşdırılmasını həyata keçiririk. Bu xeyirxah layihə Əl-Baraka fondu və Həbib Yəhyayev qardaşımızın dəyərli ianəsi ilə reallaşdırılır. Uca Allahdan Fələstin xalqına göstərilən bu davamlı dəstəyi qəbul etməsini diləyirik. Allah sizdən razı olsun. Əl-Baraka fondu hər birinizə təşəkkür edir. Sığınacağa ehtiyac olan ailələrə bu çadırları təqdim etdikləri üçün Əl-Baraka fonduna və Həbib Yəhyayevə dərin təşəkkürümüzü bildiririk. Allah onlardan razı olsun. Amin.